Əziz və hörmətli müasir media TV izləyiciləri, biz bugün ənənəmizə sadiq qalaraq yolumuz haq yoldur rubrikasında şəhidlər ölməz, vətən bölünməz rubrikasında bizim ezamiyyətimiz Azərbaycanın qəhrəmanlar diyarı olan Neftçala şəhərindəyik, daha doğrusu Neftçala rayonunun Neftçala şəhərindəyik. Bizim bura gəlməyimizin məqsədi bugün bizim şəhid balamızın ailəsindən tanış olmaqdır. Allah bütün cəmi şəhidlərimizə rəhmət eyləsin, qazilərimizə uzun ömür versin. Biz onların səbəbində bugün ayaqdayıq. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıbdır. Qarabağ torpağı işğaldan azad oldu. Mən buna görə də ən azından bir Azərbaycan oğlu olaraq dövlətimizə və şəhidlərimizə minnətdarıq. Qazilərimizə Allah uzun ömür versin. Şəhidlərimizə bir daha Allah Allah rəhmət eyləsin. Dəyərli izləyicilər, deməli bugün biz Azərbaycanın bütövlüyü uğrunda Qarabağın antiterror əməliyyatında şəhid olmuş baş leytenant Hüseynov Kamran Ramizoğlu'nun evindəyik. Bir daha Allah'tan şəhid balamıza rəhmət diləyirəm. Təbii ki, yeri cənnətdir. Dəyərli izləyicilər, bax gördüyünüz bizim şəhid balamız, şəhid baş leytenant Kamran Hüseynov şəklində görürsünüz siz. Biz bugün onun ailəsiyle bir yerdəyik. Qarşıdan Novruz bayramı gəlir. Ben ilk önce buradan bütün şəhid analarla Novruz bayramını təbrik edirəm. Gözəl anam mənim. Sizlərin də bayramınız mübarək olsun. Gözəl şəhid qardaşım. Cənnətdə ki, bayramın mübarək olsun. Dəyərli izləyicilər, mən istəyirəm şəhidimiz Kamran bəyin atasından mən sizlərə tanış edərəm. Salam. Rabim, necəsiniz? Hoş geldiniz. Çok sağ olun. Allah da sizlərə səbir versin. Biz elə bir ocaqdayıq ki, elə bir ailedəyik ki, biz buna qəhrəmanlar diyarıdır. Bizim alnı açıq gəzməyimizin, bu torpaqda gəzməyimizin səbəbkarı sizin oğullarınız, bizim qardaşlarımız, bizim gözəl balalarımız, şəhidlərimiz və qazilərimizdir. Ramiz mənim çox xahiş edirəm, az da olsa bizim gözəl balamız haqqında öz təəssüratlarınızı bölüşərdiniz. Nə hisslər keçirirsiniz? Bilirəm, çox ağırdır. Yaddaşınızda nə qalıbdır? Kamran 8 illiyi bitirəndən sonra Nasransiya adlı hərbiyyətlərə daxil oldu. Oranın bitirəndən sonra